Mən orada əyləşən ağsaqqalları 19 ildir, burada indi beqədri qüvvə çalışmışıq, Allahın dinini təbliğ eləyək. 19 ildir bu məsciddə. Mən orada əyləşən ağsaqqalların Aşir Nəmidi, Hacı Orcəmdi və digərlərini bəziləri də Allahın huzuruna qovuşub, Allah onlara rəhmət eləsin, Allah ruhlarını şad eləsin. Bir 10 il, 15 il bundan qabaq bizimlə bir səhvdə dayanıb, Qədir gecələrində saatlarla gecənin namazlarını, Rəğaib gecəsinin namazlarında saatlarla ayaq üstə qaldıqlarının şahidi olmuşam. Və burada olan daimi gələn mömin qardaşlarım da şahid olublar. Amma bugün 4 rəkət qılacağımız namaz üçün onlar ayaq üstə fiziki baxımdan, fizioloji baxımdan tab gətirib ayaq üstə dura bilmirlər.